Bu videoda RAM pəncərəsi barəsində məlumat verəcəyəm. RAM pəncərəsi operatorların proses müddətində ən çox istifadə etdiyi bölmədir. RAM pəncərəsinə toxunduqdan sonra 6 alt pəncərə açılır və bu alt pəncərələri istəyə uyğun operator formalaşdıra, tənzimləyə bilər. Məsələn, RAM 1 pəncərəsində mühərrik sürəti, mühərrik gücü, mühərrikin soyuducu mayesinin temperaturu məlumatları qeyd olunur. Həmçinin yuxarıda tarix, vaxt, motosaat qeyd olunmuşdur. İkinci pəncərəyə keçid etdikdə burada artıq aqreqatla bağlı məlumatları görə bilirik. Arxa pityonun sürəti, askının mövqeyi. Üçüncü pəncərədə Isobus virtual terminal pəncərəsidir. Əgər texnikaya Isobus dəstəkli aqreqat qoşulubsa, həmin aqreqatın məlumatlarını bu pəncərədən biz rahatlıqla izləyə bilərik. RAM 4 pəncərəsinə keçid edirik. Burada operatorun proses məlumatlarını izləyə bilir. Məsələn, işlənilən ərazi, sərhədin neçə hektar olduğunu görə bilir. Seçilmiş implementin, aqreqatın növünü görə bilir. RAM 5 pəncərəsində avtonaviqasiya ilə bağlı funksiyalar öz əksini tapmışdır. Əgər operator istiqamətləndirici xətt yaratmaq istəyirsə, burada CVOS bir recorder var. Məsələn, sadə AB xətti necə yaradılır, onu göstərin. Bu bölmənin üzərinə basırıq, bu boş bölmənin üzərinə basırıq. Ondan sonra New pəncərəsi açılır, yəni yeni. Yeni pəncərəsini seçdikdən sonra markanı qeyd edirik, yəni A nöqtəsini qeyd edirik. Hardasa 30-40 metr irəli doğru hərəkət etdirdikdən sonra, məsələn, hal-hazırda markanı qeyd edək. Burada bizə gəlir ki, CVOS cannot be recorded. Çünki GPS yoxdur. DGPS hal-hazırda yoxdur bizdə. Markanı qeyd edirik. Texnika müəyyən qədər irəli doğru hərəkət edir və ondan sonra mark B-ni qeyd edirik. İstiqamətləndirici xətt yaranır. Və burada digər məlumatları, məsələn, record obstacle, yəni maneələrin qeydiyyatını apara bilərik. Traktorun hərəkət etdiyi ərazidə maneələr mövcuddursa, bu bölmənin üzərinə toxunub maneələrin qeydiyyatını apara bilərik. RAN 6 pəncərəsində cross track error, yəni texnikanın istiqamətləndirici xəttdən nə qədər xəta ilə hərəkət etdiyini görə bilirik. Coverage bölməsində isə aqreqatın ərazidə əhatə etdiyi sahənin xəritəsi yaradılır və biz bu RAN pəncərələrini istəyə uyğun nizamlaya bilərik. Bunun üçün Toolbox bölməsinə daxil oluruq. Toolbox bölməsinə daxil olduqda aşağıdakı alt pəncərələrdə Layout bölməsi var. Layout bölməsini seçirik. Hal-hazırda Current Layout Default qeyd olunur və biz bura New-nu qeyd edirik. New üçün ad seçirik, ABC daxil edirik və RAN screenlər var. RAN 1-in üzərinə basırıq, məsələn, RAN 1, RAN 6-ya qədər. Biz, məsəl üçün, RAN 6-nı seçib, RAN 6-da bizdə hal-hazırda mövcud olan tətbiqləri gördük. Məsələn, IntelliTurn-ü ləğv edək, onun yerinə başqa bir məlumatı qeyd edək. Məsələn, transmisiya yağının temperaturunu seçək. Məsələn, geri qayıdarıq. RAN pəncərəsini seçirik və gördüyünüz kimi RAN 6 pəncərəsində artıq transmisiya yağının temperaturunu görə bilirik. Və istəyə uyğun hər bir pəncərə üçün istədiyimiz tətbiqləri seçə bilirik. RAN 1 pəncərəsində məsələn, yuxarıda saatı yığışdıra bilərik, onun yerinə yanacaq sərfiyyatını qeyd edə bilərik. Geri qayıdarıq, RAN pəncərəsini seçirik və RAN 1-ə gedirik. Hal-hazırda full rate qeyd olunmuyor. Qeyd olunmama səbəbi texnikanın işləy vəziyyətdə olmamağıdır. Gəlin full rate-i dəyişək. Onun yerinə PTO speed rear seçək. Geri qayıdarıq və gördüyünüz kimi arxa PTO-nun sürətini, dövrlər sayını görə bilirik biz.